səni anlamırlar. Elə deyilmi, ox atan? Sən gülürsən, amma o gülüşün arxasında min düşüncə gizlənir. İçində bir yanğın var. Azad olmaq, görmək, hiss etmək, öyrənmək istəyi. Səni heç kim saxlaya bilmir. Çünki sənin ruhun sərhəd tanımır. Amma bir sir var. Çox az adam onu anlayır. Sən qaçırsan, bəli. Amma qaçdığın insanlardan yox. Qaçdığın səni öz potensialından saxlayan şeylərdir. Hər dəfə səssizcə mən daha çox şey edə bilərdim deyirsən. Sonra içində bir səs səni yenidən ayağa qaldırır. Ox atan, sən həyatın özüsən. Sənin içində həm yanğın var, həm kül. Sən hər dəfə yanırsan. Amma o alovdan daha güclü doğulursan. İnsanlar düşünür ki, sən çox güvənclisən, çox rahat. Amma heç kim bilmir ki, bəzən sən özünlə mübarizə aparırsan. O azad ruhun altında min sual, min qorxu, min istək yatır. Bura qədər dinləmisənsə, sən də o enerjini hiss etmisən. Bilirəm, sən sıradan biri deyilsən. Sən o insanlardansan ki, baxışında belə bir səbəb var. Bir məqsəd, bir aydınlıq var. Bəzən özün də bilmirsən niyə gedirsən. Amma ruhun bilir. Əgər bu hiss səndə də var idisə, indi dayan və özünü dinlə. Sən öz həyatının istiqamətini itirmisənsə, bəlkə bu videonun elə sənə göndərilən bir işarə olduğunu düşün. Və əgər bu hiss səni tutdusa, abunə ol. Çünki bu sadəcə başlanğıcdır. Unutma, səni bəzən sərt, bəzən məsafəli adlandıracaqlar. Amma sən bilirsən ki, sən sadəcə öz ruhunu qoruyursan. Sən o insanlardansan ki, sevdiyini azad buraxar. Amma içində onun adını gül kimi daşıyar. Sən sevirsən, amma səssiz. Sən danışırsan, amma dərinlikdən. Və nə olursa olsun, sən yenidən başlayırsan. Çünki ox atan üçün son deyil, hər son sadəcə yeni bir başlanğıcdır. Bax, indi dayan və düşün. Əgər bu sənin hekayənidirsə, bəlkə bu videonu təsadüfən yox, doğru zamanda gördün. Çünki kainat sənin kimi ruhları heç vaxt təsadüfən qarşılaşdırmır. Sən buradasansa, deməli öz yolundasan.